ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli dinləyicilər, Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Rəqəmsal Dialoq verilişi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmək imkanınız da var. Mövzuya dair suallarınızı şərh bölümünə yaza bilərsiniz. Daha sonra 012 56 56 100 şəhər nömrəmizə, 070 65 56 100 WhatsApp nömrəmizə də suallarınızı ünvanlaya bilərsiniz. Bugün milli aviadaşıyıcının rəqəmsal xidmətləri barədə danışacağıq. Studiyamızın təbii ki qonağı var. Qonağımız Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Rəqəmsal Kommersiya İdarəsinin rəis müavini Vasif Məmmədovdur. Vasif müəllim, salamlayıram, xoş gəlmisiniz. Salam, axşamınız xeyir. Vasif müəllim, ilk olaraq istərdim ki, Azalda son illər rəqəmsallaşma istiqamətində hansı addımlar atılıb, bu barədə danışasınız. Daha sonra Azalın saytının və mobil tətbiqinin rolu necə qiymətləndirilir? Alidə xanım, suala keçməmişdən öncə bu bir təsadüfdür ki, 2 iyun həm də mülki aviasiya işçilərinin peşə bayramıdır. Ona görə də mən fürsətdən istifadə edib öz həmkarlarımı ilk növbədə təbrik edirəm və onlara bu məsuliyyətli peşədə uğurlar arzu edirəm. Biz də sizi təbrik edirik. Bayramınız, peşə bayramınız mübarək olsun. Buyurun. Çox sağ olun Alidə xanım. Ümumiyyətlə son illər aviasiya dünyasında çox böyük dəyişikliklərə biz şahidi oluruq. Yəni bir neçə il öncə 2020-ci illərdə bilirsiniz ki, bu qlobal pandemiya ilə bağlı ümumiyyətlə aviasiya dünyası böyük zərbə almışdı. Yəni hətta bəzi aviaşirkətlər ümumiyyətlə uçuşu dayandırmışdı. Lakin artıq son illər biz görürük ki, bu deməli mənzərə dəyişir. Artıq aviaşirkətlərdə artım müşahidə olunur, canlanma müşahidə olunur. Ümumi qlobal belə deyək rezervasiyaların sayı 2024-cü ildə hətta 2019-la müqayisədə, yəni pandemiyadan öncəki dövrlə müqayisədə 15% artmışdır. Azalda isə bu göstəricilər daha yüksəkdir. Biz 2024-cü ildə rekord sayda 4 milyon sərnişin daşımışıq və təbii ki 2019-la müqayisədə bizdə 50% daha çox artım olmuşdur. Bəli. Bu artımın, bu belə deyək də çətinliklərin yanında biz eyni zamanda Azalda böyük bir rəqəmsal transformasiya prosesi keçmişik və bu proses mən deyərdim ki 2023-cü ildən bəri başlamışdır. Azalın IT infrastrukturu yenilənmişdir. Azalda kiber təhlükəsizlik sahəsinə böyük investisiyalar yatırılır, ən qabaqcıl həllərin tətbiqinə başlanılır. Eyni zamanda Azalın daxili prosesləri avtomatlaşır. Biz artıq ERP sisteminə keçid etmişik. Digər tərəfdən biz Azal olaraq müştəri datalarımızı həm toplamaq, həm saxlamaq və eyni zamanda onların üzərində işləyib onlara daha düzgün təklifləri vermək üzərində çalışırıq. Loyallıq proqramımız bizim ötən il yenilənmişdir. Artıq Azal Miles müştəriləri deməli bizim sistemdən istifadə edib onlayn xidmətlərdən yararlana bilirlər. Təbii ki, bütün bu rəqəmsallaşmanın yanında eyni zamanda ən vacib bizim işlərimiz Azalın saytı və mobil tətbiqi üzərində aparılmışdır. Onu qeyd edim ki, Azalın onlayn platforması 2023-cü ildə yenilənmişdir və bu tarixdən etibarən 2 il ərzində biz bir çox yeni xidmətlər və yeni məhsullar istifadəyə vermişik. Texnoloji inkişafdan savayı Azalda həm struktur, həm də insan kapitalında belə deyək biz dəyişiklikləri həyata keçiririk. Artıq bizdə rəqəmsal məhsul komandaları formalaşıb. Yəni bu komandalar öz məhsullarının sahibidirlər. Məhsulda olan deməli bütün bazar araşdırmaları aparırlar, yenilikləri öyrənirlər və müştərilərin ehtiyaclarını nəzərə alaraq bu yenilikləri tətbiq edirlər. Ümumiyyətlə bir şey də vurğulayım ki, Azalın saytı və mobil tətbiqi bizim üçün müştəri ilə Azal arasında olan ilk təmasdır və biz çalışırıq ki, bu ilkin təmas uğurlu olsun və müştərilərimiz bu rəqəmsal müştəri təcrübəsindən faydalana bilsinlər.
Aydındır. Yeni sayt və mobil tətbiq sərnişinlərə hansı üstünlükləri təqdim edir və əvvəlki sistemlə müqayisədə fərq nədədir? Ümumiyyətlə bizim deməli bu prosesə başlamamışdan öncə biz təbii ki əvvəlki sistemin belə deyək problemlərini araşdırmağa başladıq və ən böyük bizim qarşılaşdığımız problem endirim kampaniyaları zamanı saytın və mobil tətbiqin yüklənməsi və bu artan müraciət sayına tab gətirməməsi halları müşahidə olunurdu. Ona görə də biz ilk növbədə bura fokuslandıq və yeni versiyada təbii ki daha düzgün infrastruktur və daha düzgün arxitektura qurmaqla biz ona nail olduq ki, artıq rahat formada kampaniyalar keçirə bilirik. Hətta belə bir şey deyim ki, 2023-cü ildə noyabr ayında Black Friday günü biz Qara Cümə günü biz ilk dəfə deməli mobil tətbiqə özəl endirim etmişdik və çox maraqla qarşılandı. 10 minlərlə bizim deməli mobil tətbiqimiz yüklənmə edildi və 100 minə yaxın belə deyək müştərimiz eyni gündə sayta mobil tətbiqə daxil olaraq kampaniyadan yararlandılar. Bu da artıq bir növ bizim bu testimizin nəticəsi oldu ki, biz artıq bu cürə kampaniyalara hazırıq. Digər bir üstünlük kimi mən onu vurğulamaq istərdim ki, yəni ilkin versiyada biz müştərilərimizə kalendarda uçuş tarixlərini və qiymətləri görmək imkanı vermişik. Bu da onlara imkan verir ki, səfərlərini daha rahat planlaşdıra bilsinlər. Yəni bir gün fərqi ilə dəyişib daha ucuz yaxud daha belə onlar ümumi kalendarda qiymətləri gördükdə onlar misal üçün adam planlaya bilər uçuşunu 15 iyun, amma baxa bilər ki, elə mən 14-ündə də uyğundur və qiymət də uyğundur. Və daha sərfəlidir, onu əldə edə bilirlər. Aydındır, təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinləyirsiniz. Qısa fasiləyə ayrılırıq. Bir sual, bir cavab. 2 yaşlı uşaq üçün ümumvətəndaş pasportunun əldə edilməsi üçün hansı sənədlər tələb edilir? Ümumi vətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən Asan Xidmət Mərkəzinə müraciət edilə bilər. 18 yaşına çatmayan vətəndaşlar üçün şəxsiyyət vəsiqəsi, müraciət edən valideynin şəxsiyyətini təsdiq edən sənədlər, hər iki valideynin razılıq ərizəsi və müddəti bitmiş ümumi vətəndaş pasportu təqdim edilir. 15 yaşına çatmayan uşaqla birlikdə bir valideyn mütləq iştirak etməlidir. Əgər valideynlərdən biri müraciət etmirsə, onun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməlidir. Sənəd təqdim olunan zaman şəkil yerində çəkildiyindən azyaşlının iştirakı mütləqdir. İtirilmə və korlanma halı yoxdursa, 1 yaşından 3 yaşadək uşaqlarda 10 iş günü verildikdə və dəyişdirildikdə 25 manat, 5 iş gününə 55 manat, 1 iş gününə 115 manat dövlət rüsumu ödənilir. Bir sual, bir cavab. Omid mağazalarında möhtəşəm indirimlər. Şivaki elektrikli su qızdırıcı indi 233 manat değil, 199 manat. Neovod kondisyoner cəmi 429 manata. Omid xeyirli alışverişlər. Telefon 890. Asan Radio'da reklam. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. Cipinə və cibinə uyğun maşın aksesuarları axtarırsansa, dükanı Abşerona döndər. Ehtiyat hissələri, avtoyuma alətləri, BYD bəlli avtomobillərini Abşerondan sərfəli qiymətə al. Həm maşının, həm cibin az yandırsın. Abşeron ticarət mərkəzi, maşın üçün hər şey, ünvan Nöqvatan dairəsinin yanı. Dəniz sahilində villa. Bu arzunuzu yerinə yetirməyin vaxtıdır. Sibrizdən sizin üçün bahar təklifi.
Sahəsi 230 və 290 kvadrat metr olan villaları 48 aylıq hissəli və faizsiz ödənişlə əldə edə bilərsiniz. İlkin ödəniş sadəcə 15%. Üstəlik golf maşını da hədiyyəniz olacaq. Siz də bu fürsətdən faydalanın və həyatınıza bahar tərabəti qatın. Ətraflı məlumat üçün 840. Millennium'da yay lotereyası. Dondurma al, Kia Cerato ve iPhone 16 kazan. Millennium tətbiqini yüklə, çeki skan et, şansını kaçırma. Galip sen ol. Niye de yok? Ətraflı məlumat millennium.az-da. Toyota sahibləri üçün möhtəşəm fürsət. Sevimli avtomobilinizin qayğısına qalmaq üçün Toyota'nın mövsümi endirim kampaniyası başladı. İyun ayı boyunca akkumulyatorlara 15% indirim. Avtomobilinizin gücünü artırın və hər səfərinizdən zövq alın. Daha ətraflı məlumat üçün rəsmi Toyota dillerləri, Toyota Bakı mərkəzi, Toyota Abşeron mərkəzi və Toyota Gəncə mərkəzi ilə əlaqə saxlayın. Deluxe Residence Emlər kompleksi 2 mərtəbəli yeraltı dayanacaq, resepsiyon qarşılama xidməti, qapalı hovuz, spa və fitness mərkəzi. Bir sözlə prestijli həyatınız və rahatlığınız üçün inşa edirik. Telefon 050 259 62 62 www.deluxeresidence.az. Deyirəm hörgüdə bir nömrəyəm, o senin dəstəyilə maşının sahibiyəm. Divarlardan bərk tutur, ondan qopmaq olmur. Təmirdə əldən tutur, Seramax'tan kopmaq olmur. Keramikanız ister kiçik, ister böyük olsun. İster granit, ister mermer olsun. Seramax'ta ihtiyaca göre bir yapıştırıcı mütləq var. Yapışma gücü değil sürpriz. Karıştır karıştır elə mix. Mr. Fix'te yoktur risk. Mr. Fix'te yoktur risk. Asan Radyo'da reklam 050 60 06 100. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Bugün Milli Aviadaşıyıcının rəqəmsal xidmətləri barədə danışırıq. Studiyamızın qonağı Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Rəqəmsal Kommersiya İdarəsinin rəis müavini Vasif Məmmədovdur. Vasif müəllim, müştərilər Azalın onlayn platforması vasitəsilə hansı məhsul və xidmətləri əldə edə bilirlər? Hansı imkanlardan yararlana bilirlər? İlk növbədə müştərilər heç bir yerə getmədən onlayn qaydada təbii ki, bilet alışı edə bilirlər. Bu onlar üçün qeyd etmək istərdim ki, daha sərfəli və daha rahatdır. Digər bir xidmət olaraq rezervasiyanın idarə olunması xidmətini vurğulamaq istərdim. Misal üçün siz biletinizi alıbsınız və biletdə dəyişiklik etmək istəyirsiniz. Əvvəllər belə olan halda müştərilər təbii ki, çağrı mərkəzinə müraciət etməli olurdular və bəzən deməli cavablarda belə deyək də təbii ki, yüklənmə səbəbindən biraz gecikmə ola bilirdi. Amma artıq onlayn bilet əldə etmiş sərnişinlərimiz bu bölmə vasitəsilə rahat formada öz biletlərini həm qaytara bilirlər, ödədikləri məbləği karta geri əldə edə bilirlər və eyni zamanda biletin tarixini dəyişdirə bilirlər. Bu bölmədə eyni zamanda müştərilər öz məlumatlarında da dəyişiklik edə bilirlər və əlavə xidmətlərə ehtiyac varsa, misal üçün siz bileti alarkən bagajsız bilet əldə etmisiniz və artıq istəyirsiniz ki, əlavə bagaj əldə edəsiniz. Buradan rahat formada əlavə bagajı da ala bilirsiniz. Bir məqamı da qeyd edeyim ki, ümumiyyətlə bagajı əvvəlcədən onlayn əldə etmək aeroporta, yəni hava limanına yaxınlaşıb əldə etməkdən daha ucuzdur. Ona görə də yəni bu daha sərfəlidir. Müştərilərimizə də tövsiyə edirik ki, qabaqcadan bu bagaj alışlarını icra etsinlər və eyni zamanda digər əlavə xidmətlər də burada mövcuddur. Hansı ki, yer seçimi,
misal üçün digər bizim partnyor şirkətlərlə olan xidmətlər mövcuddur. Digər bir vacib bölməmiz bizim onlayn qeydiyyat imkanıdır. 48 saat uçuşa qalmış onlayn qeydiyyat aktivləşir və sərnişinlərimiz hava limanına yaxınlaşmadan öncə qeydiyyatdan keçərək artıq hava limanına gəldikdə rahat formada uçuşa yaxınlaşa bilirlər. Və əsas olaraq sırf mobil tətbiqlər üçün bizdə bildirişlər xidməti vardır. Bildirişlər xidməti əsas onu bildirim ki, kampaniyaları biz ilk növbədə endirimlər barədə bildirişlər göndəririk və ən son bizim yeniliyimiz o olmuşdur ki, siz biletinizi almısınız və bəzən olur ki, hansısa gecikmə olur və yaxud da təyyarənin günü dəyişdirilir. Əgər mobil tətbiqdə rezervasiyanın idarə olunmasında biletinizi əlavə edibsinizsə, biz sizə qabaqcadan bu barədə bildiriş göndəririk. Yəni artıq məlumatınız olur ki, sizin reisinizin vaxtı dəyişdirilib və artıq yeni tarix hansı qeyd olunub. Eyni zamanda hava limanına gəlməmişdən öncə, yəni bu sırf uçuşun gecikməsi və dəyişdirilməsi hallarında Üzr istəyirəm, siz dediniz ki, bileti əlavə etmək, bəs bilet özü orada alınır da, yox? Tətbiqlə alınır? Bilet fərqi yoxdur. Sonra əlavə etmək lazımdır? Tətbiqdən alınsa da və yaxud da agentlikdən alınsa da, rezervasiyanın idarə olunması bölməsində siz rezervasiya nömrəsi və soyadınızı daxil etməklə bir dəfə giriş etməlisiniz. Ondan sonra artıq biz müəyyən edirik ki, istifadəçi sizsiz və sizə fərdi bildirişləri göndərə bilirik. Yəni reisin gecikməsi və s. hallar fərdi bildirişlərdir. Ona görə də mobil tətbiqdə bu qeyd olunmalıdır. Bu yaxınlarda azaldan bilet alıb o biletin qaytarılması ilə bağlı çətinlik yaşayan biri kimi istəyirəm. Bir də mən əminəm ki, bizim belə dinləyicilərimiz var. Onlara bildirəriz, xahiş edirəm. Hansı bölümə daxil olsunlar onlar tətbiqdə? Mobil tətbiq və yaxud da veb-sayt fərq etmir. Rezervasiyanın idarə olunması bölməsinə siz aldığınız biletin rezervasiya kodu 6 rəqəmli koddur və soyadınızı daxil etməklə deməli bileti həm qaytara, həm dəyişdirə bilirsiniz. Proses çox sadədir. Yalnız bir neçə addımdan ibarətdir. Heç bir yerə müraciət etmirsiniz və onlayn qaydada bunu qaytara bilirsiniz. Amma tək şərtimiz odur ki, bilet onlayn alınmalıdır. Yəni onlayn alınmış biletlərə bu şamil olunur. Bu onda yəqin ki, yenilikdir. Əslində bu yaxşıdır. Mən orada müraciət etdikdə məni çağrı mərkəzinə və 012 ilə başlayan stasionar şəhər nömrəsinə yönləndirmişdilər. Ona görə biraz mən çətinlik çəkdim. Çünki roaming xidməti aktiv deyildi. Müştəri rəyləri, bu da elə bir müştəri rəyi kimi qeyd olunsun. Müştəri rəyləri və istifadəçi təcrübəsi baxımından platformanın istifadəyə verilməsindən sonra bəs hansı dəyişikliklər müşahidə olunub? Ümumiyyətlə bizdə ən böyük yenilik Azalın mobil tətbiqində olmuşdu və mobil tətbiq çox böyük marağa səbəb olub. Hal-hazırda bizim mobil tətbiqdən 100 minlərlə istifadəçi var və siz App Store və Play Marketdə əgər Azal tətbiqini axtarış etsəz, bizim reytinqimiz 5 üzərindən 4.9 qeyd edilmiş və bu da onu göstərir ki, müştəri məmnuniyyəti. Müştərilərimiz rəqəmsal məhsulumuzdan məmnundurlar, onun istifadəsindən çətinlik çəkmirlər, rahatdır. Amma təbii ki, burada elə rəylər də olur ki, biz öz işimizdə, öz fəaliyyətimizdə bu rəylərə də diqqət yetiririk. Bu rəylər arasında sizin bayaq qeyd etdiyiniz kimi rəylər də olur, amma təbii ki, bizim gələcək inkişafımız üçün müştərilərimiz tərəfdən təkliflər də olunur. Ona görə də biz öz yol xəritəmizi hazırlayarkən bütün mənbələrdən olan rəyləri nəzərə alırıq və ona uyğun öz işlərimizi planlayırıq. Aydın. Əslində bilet almaq çox sadədir. Yəni onu da qeyd etmək lazımdır. Bəs Azalın mobil tətbiqinin yüklənməsi müştərilərə hansı üstünlükləri qazandırır? Birinci onu deyim ki, mobil tətbiqimiz çox az yer tutur. Ona görə də ilk növbədə hər kəsə tövsiyə edərdim ki, mobil tətbiqi yükləsinlər. Üstünlük olaraq onu vurğulamaq olar ki, rezervasiyanın idarə olunması, bayaq dediyim bölmə çox rahatdır mobil tətbiqdə. Eyni zamanda
bu bildirişlərin əldə edilməsi, yəni əgər hər hansı bir endirim kampaniyası biz ediriksə, ilk növbədə bu barədə mobil tətbiq istifadəçiləri xəbərdar olurlar və bu da bildiriş vasitəsilə göndərilir. Ona görə də əgər siz də endirimləri qaçırmaq istəmirsinizsə, ona görə tətbiqi yükləməyi tövsiyə olunur və digər üstünlüyü şəxsi kabinet imkanıdır ki, mobil tətbiqdən şəxsi kabinetin istifadəsi çox rahatdır. Ona görə də biz tövsiyə edirik ki, sərnişinlərimiz əgər ildə bir neçə dəfə uçuş yerinə yetirirlərsə, hər zaman mobil tətbiqi öz smartfonlarına yükləsinlər və istifadə etsinlər. Aydındır. Azal onlayn platformasının inkişafı üçün hansı yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir? Varmı belə tərəfdaşlarınız? Bəli. Biz ümumiyyətlə aviasiya sektorunda belə bir tendensiya izləyirik ki, artıq aviaşirkətlər öz sayt və mobil tətbiqlərində yalnız bilet alışı deyil, eyni zamanda səyahətlə bağlı digər xidmətləri də təklif edirlər. Yəni misal üçün siz hər hansı bir ölkəyə səfər edirsinizsə, təbii ki, orada həm otel rezervasiyası siz edəcəksiniz, eyni zamanda sığorta əldə edəcəksiniz. Eyni zamanda sizə hava limanına transfer lazımdır və biz də bu tendensiyanı artıq izləyirik. Qlobal sayt olan booking.com-la bizim əməkdaşlığımız var. Yəni bizim müştərilərimiz rahat bizdən keçid edərək otel rezervasiyası edə bilirlər. Azal saytı açan kimi booking açılır. Bəli, Azal saytından biz birbaşa keçid vermişik. İndi proqramla da Bəli. Və hətta Booking-lə bizim danışıqlar gedir ki, Azal müştərilərinə özəl bir kampaniyalar və təkliflər də etsinlər. Eyni zamanda biz transferlə bağlı digər bir qlobal şirkət olan GetTransfer şirkəti ilə əməkdaşlıq edirik, hansı ki, o da dünyanın bir çox şəhərlərində transfer xidməti təqdim edir. Ümumiyyətlə, hal-hazırda səyahət edənlər arasında çox istifadə olunan eSIM xidməti var. O nədir? Asan dildə biraz. eSIM xidməti deməli, roaming əldə etmək istəmirsinizsə və daha sərfəli şərtlərlə internet paketi əldə etmək istəyirsinizsə, bunu təqdim edən eSIM şirkətləri var və biz də Azərbaycanda da artıq tanınan Airalo şirkəti ilə əməkdaşlıq edirik. Bu imkan verir ki, bizim müştərilərimiz hətta 10%-ə qədər endirimlə eSIM paketi əldə etsinlər və dünyanın bir çox ölkələrində səyahət edərkən internet bağlantıları olsun. Başqa bir bizim partnyorumuz, qlobal partnyorumuz Carbon Click şirkətidir. Bu şirkətin fəaliyyəti deməli ekoloji belə deyək layihələrlə bağlıdır. Biz öz müştərilərimizə onlayn bilet alışı zamanı onlara göstəririk ki, bu uçuş zamanı nə qədər karbon emissiya olunur və onlar könüllü formada bu emissiyanın qarşısını almaq üçün iyanələr edirlər və bu iyanələr artıq dünyada olan bir neçə ekoloji layihələrə investisiya olunur və beləliklə sərnişinlər öz karbon izini azaltmaq imkanı əldə edirlər. Qlobal tərəfdaşlar qeyd etdiklərimdir. Yerli tərəfdaşlarımız isə sırf onlayn platformada bizim Azərbaycan banklarıdır. Biz hal-hazırda ən böyük banklarla əməkdaşlıq edirik. Bunlara ABB, Capital Bank, Bank of Baku, Unibank və digər banklar daxildir. Biz onlarla deməli kampaniyalar edirik, müştərilərimizə kəşbəklər veririk və eyni zamanda ödəniş növləri təqdim edirik. Və bundan yanaşı da Azal Miles'da da millər yığılır keşbəkdən əlavə. Bəli. Aydındır. Ən son yeniliklərdən biri Azal Upgrade xidmətidir. Səhv etmirəmsə, bu xidmət nədir? Onu da sadə dildə bizim dinləyicilərimizin diqqətinə çatdıraq. Necə istifadə oluna bilər? Bu barədə danışarız. Azal Upgrade xidməti deməli aprel ayında istifadəyə verilib. Belə sərnişinlərin başa düşməsi üçün belə izah edim ki, siz ekonom bilet əldə edibsiniz və istəyirsiniz ki, uçuşunuzu daha komfortlu və daha rahat edəsiniz, yəni biznes klassa keçid edəsiniz. Belə olan halda biz daha sərfəli şərtlərlə bu xidməti təklif edirik. Yəni necə? Deməli sərnişinlər
bizim tərəfimizdən 10 gün öncə, uçuşdan 10 gün öncə e-mail alırlar və onlara bu xidmət təklif olunur. Eyni zamanda Azalın saytında Azal Upgrade səhifəsi var. Buradan giriş edirlər və rezervasiyanın idarə olunmasından da keçid edirlər. 2 addımdan ibarətdir. Deməli, birinci addım biz sizə qiymət aralığı göstəririk. Siz hansı təklifi vermək istəyirsiniz biznes klassa keçid etmək üçün. İkinci addımda kart məlumatlarını doldurursunuz. Lakin və daha sonra təsdiq edirsiniz. Bu o deməkdir ki, siz biznes klassda uçmaq üçün hansı təklifi etmək istəyirsiniz? Misal üçün siz bileti əldə edibsiz 300 manata və biznes klass bileti qiyməti 2000 manatdır misal üçün. Ümumiyyətlə qlobal aviasiyada belə qurulub ki, biznes klass biletlərinin qiyməti bir neçə dəfə baha olur ekonomdan. Amma bu xidmətdən istifadə edərək siz daha az məbləğ ödəməklə, hətta elə əlavə 300 manat, 400 manat ödəməklə şans qazanırsınız ki, upgrade edəsiniz və daha üstün belə deyək, səfər xidmətini əldə edəsiniz. Biz deməli proses belə formalaşır ki, təkliflər toplanılır və uçuşa bir neçə gün qalmış bu təkliflər arasında ən yaxşı təklif seçilir və həmin müştərilər upgrade olunur. Upgrade olunduqdan sonra biznes xidmətin bütün imtiyazlarından yararlana bilirsiniz. Yəni siz deməli biznes lounge-a daxil ola bilirsiniz, biznes gözləmə zalına, deməli təyyarədə biznes oturacaqlarda əyləşirsiniz, biznes xidməti alırsınız və belə deyək, bütün biznesdə olan imtiyazlardan daha sərfəli şərtlərlə yararlana bilirsiniz. Aydındır. Ötən ildən etibarən Azal işğaldan azad olunmuş ərazilərə Bakı, Füzuli, Bakı marşrutu üzrə müntəzəm reyslər təşkil edir. Səhv etmirəmsə, uçuşlar həyata keçirir. Bu istiqamət üzrə biletləri onlayn əldə etmək mümkündürmü? Yoxsa orada icazə məsələləri də var deyə bu sual çox maraqlıdır yəqin ki, dinləyicilərimizə. Bəli, ümumiyyətlə Füzuli istiqamətinə reyslərimiz həftədə 2 dəfə həyata keçirilir. Bu həftənin şənbə və bazar günləri olur. Bu günləri seçməkdə də məqsədimiz əslində biz deməli yerli turizm şirkətləri ilə məsləhətləşmə apardıq və müəyyən olundu ki, sırf bu zonaların turistik inkişafı üçün həftə sonları bu reyslərin həyata keçirilməsi daha məqsədə uyğundur. Ona görə də 6 və bazar olur. Təbii ki, onlayn bilet alışı mümkündür. Biz əvvəllər deməli Yolumuz Qarabağa saytı ilə inteqrasiya qurmuşduq. Orada xüsusi modul yaradılmışdı. Uçuşla bağlı icazə alınması məqsədi ilə. Lakin artıq ötən ayın 1-dən etibarən deməli ayrıca bir addıma ehtiyac yoxdur. Yəni Yolumuz Qarabağa daxil olub icazə almağa ehtiyac yoxdur. Azərbaycan vətəndaşları deməli Bakı Füzuli reysinə bilet əldə etdikləri zaman biz müvafiq dövlət qurumları ilə onların icazəsini təşkil edirsiniz. Bəli, inteqrasiya etmişik və onların xəbəri olmadan avtomatik formada belə deyək məlumatlar ötürülür və icazələr təmin olunur. O zaman Füzuliyə getmək üçün yalnız Azaldan bilet almaq kifayət edir ki, icazəni də Azal özü təşkil edir. Bu əslində çox alqışa layiq belə deyək addımdır. Azal saytında və mobil tətbiqində hansı ödəniş növləri var? Yəni müştəri təcrübəsinə onların təsiri barədə məlumat verməyinizi istərdim. Ümumiyyətlə biz çalışırıq ki, bir neçə ödəniş növü təqdim edək ki, sərnişinlərin seçim imkanı olsun. Təbii ki, ilkin olaraq bir dəfəlik ödənişi vurğulamaq olar ki, istənilən həm yerli, həm xarici bank kartı vasitəsilə ödəniş etmək mümkündür. Eyni zamanda yerli banklarla tərəfdaşlığımız çərçivəsində biz taksit imkanı sərnişinlərimizə veririk və burada heç bir əlavə komissiya tələb olunmur. Aylara bölünərək ödəyirlər, amma heç bir faiz ödəmirlər. Bəli, bəli. 6 aya qədər biz sərnişinlərimizə imkan veririk ki, taksidə bölə bilsinlər və burada da istənilən məbləği mümkündür. İstənilən məbləği mümkündür və biz bunu müşahidə edirik ki, daha çox əgər qrup rezervasiyasıdırsa, misal üçün bir bronda bir neçə şəxsdir, ailədir və yaxud da xarici ölkələrə səfərdir, belə olan hallarda daha çox istifadə olunur. Məbləğ böyüdükcə daha çox müraciət olunur. Məbləğ böyüdükcə bunun
effekti təbii ki daha böyük olur. Digər bir bizim yeniliyimiz sırf mobil tətbiqlər üçün biz artıq bu ildən etibarən ABB ilə tərəfdaşlığımız çərçivəsində Apple Pay və Google Pay deməli ödəniş növlərini artıq qoşmuşuq. Yəni bu da imkan verir ki, bizim müştərilərimiz mobil tətbiqdən bilet alışı zamanı heç bir kart məlumatı daxil etmədən bir düymə vasitəsilə ödənişlərini rahat formada edə bilsinlər. Bu da onların təhlükəsizliyinin, bayaq siz bu məqamı toxunmuşdunuz. Azalın onlayn platformasında bayaq dediniz şəxsi kabinet bölümü. Bu şəxsi kabinetdə qeydiyyatdan keçmək müştərilərə nə qazandırır? Yəni keçsə necə olar, keçməsə? Ümumiyyətlə mobil tətbiqdə biz əsasən müştərilərimizə tövsiyə edirik ki, mobil tətbiqi yükləyib şəxsi kabinetə giriş etsinlər. Qeydiyyat prosesi çox rahatdır. Bir neçə cəmi məlumat daxil etməklə qeydiyyat prosesini tamamlayırsınız və bizim kabinetə qeydiyyat etmiş sərnişinlərimiz artıq avtomatik olaraq Azal Miles müştərisi olurlar və onlara Azal Miles loyallıq nömrəsi verilir. Bu da o deməkdir ki, onlar ilk növbədə xoş gəldin milləri qazanırlar bizdən və eyni zamanda artıq onlar uçuşları zamanı milləri toplaya bilirlər. Şəxsi kabinetdə təbii ki, millər toplanmış millər barədə məlumat alırlar. Eyni zamanda millərlə əməliyyatlar edə bilirlər. Yəni milin misal üçün kiməsə ötürülməsi, milin dəyişdirilməsi və yaxud da mildən istifadə edib bilet və yaxud da əlavə xidmət alışı. Təbii ki, bu belə deyək, imkanlar daha da artırılır, üzərində iş gedir. Eyni zamanda şəxsi kabinetdən qeydiyyat o deməkdir ki, siz artıq bir fərdi bir müştərisiniz və sizə biz fərdi bildirişlər göndərə bilirik. Ona görə də bu çox vacibdir. Biz hal-hazırda verilişin başlanğıcında dediyim kimi müştəri datalarından artıq işləyirik. Müştərilərimizin əvvəlki onların belə deyək uçuşları, onların maraqlarına uyğun olaraq təkliflər göndəririk. Və bu fərdi, yəni qeydiyyatdan keçmiş müştəri artıq bizim üçün fərdiləşdiyinə görə biz ona daha fərqli kampaniyalar, hətta endirimlər də göndərə bilirik. Bizim dinləyicimizin sualı var idi. Sual belə idi. Əvvəlcədən daha əvvəldən mənə bu sual yönləndirilmişdi. 2 nəfərin adı üçün bilet alınıb. Millər digər şəxsin də, yəni tətbiqi olmalıdır ki, səhv etmirəmsə dinləyicimiz elə deyirdi. Digər şəxsin də tətbiqi olmalıdır ki, onun milləri özü onun hesabına yığılsın. Bu doğrudurmu? Yoxsa kim bileti alırsa, misal üçün 5 nəfər üçün bilet alırsa, hər birinin mili bir şəxsi kabinetə, bir nəfərə geri dönürmü? Deməli, bizdə ailə hesabı deməli funksiyası var. Bu əgər ailə hesabında təsdiqlənibsə ki, misal üçün siz ailə üzvüsünüz, belə olan halda millər bir yerə toplana bilir. Onda yəqin ki, necə olur o soyadla yaxud necə təsdiqlənir? Bəli, bununla bağlı müraciət olunur Azala. Sırf mobil tətbiq və saytda bununla bağlı bölmə var. Təsdiqləyici sənədlər göndərilir və ailə hesabı təsdiqlənir. Elə olan halda millər bir yerə yığıla bilir. Amma əgər bir rezervasiyada fərqli şəxslərdirsə, belə olan halda hər bir sərnişinin mil hesabı daxil olmalıdır ki, hərəsinin öz mili hesablana bilsin. Əslində bu da daha sadə olsa yaxşı olardı. Son illər Azalda mütəmadi olaraq endirim kampaniyaları barədə məlumatlar gəlir. Şəxsən proqramdan mənim özümə də gəlir. Bayramlarda təbriklər də gəlir, sağ olsunlar. Bu mütəmadi endirim kampaniyalarından bəs necə yararlanmaq olar bizim dinləyicilərimiz, necə yararlansın? Bayaq qeyd etdiyim kimi biz 2023-cü il, yəni ondan qabaq da kampaniyalar olurdu, amma 23-dən bəri biz çalışırıq ki, mütəmadi bu kampaniyaları edək. Ümumiyyətlə müştərilərə tövsiyə olunur ki, səfərlərini qabaqcadan planlasınlar və bu kampaniyalardan yararlansınlar. Çünki endirim kampaniyaları zamanı yüksək tələbat dövrünə fərqli olaraq biletlər daha sərfəlidir və qabaqcadan ala bilərlər. Hətta bayaq vurğuladığım o funksiyadan, taksitə bölünmədən də istifadə edərək endirimdən yararlana bilərlər. Bəli. Kampaniyadan yararlanmaq üçün ilk növbədə
vurğuladığım kimi mobil tətbiqi yükləmələri ki, bildirişləri alsınlar. Eyni zamanda bizim sosial şəbəkə hesablarını izləmələri tövsiyə olunur ki, xəbərdar olsunlar və bundan rahat formada istifadə edə bilsinlər. Aydındır. Hazırda qlobal aviasiya sektorunda hansı əsas texnoloji və rəqəmsal yeniliklər müşahidə olunur? Azal, bu trendlərdən hansını tətbiq etməyə planlaşdırır? Ümumiyyətlə, aviasiya sektorunda hal-hazırda təbii ki, bütün sahələrdə olduğu kimi süni intellektin tətbiqi geniş vüsət alıb. Deməli, bu bir neçə istiqamətdə əslində tətbiq olunur. Misal üçün, uçuşun planlaşdırılması zamanı daha optimal marşrutların seçilməsi, eyni zamanda yanacaq sərfiyyatının optimallaşdırılması istiqamətində süni intellektin tətbiqini görürük. Daha sonra sırf müştərilərlə bağlı, deməli, müştərilərə daha düzgün qiymətlərin verilməsi üçün ümumiyyətlə qiymətin formalaşma deməli mexanizmi bir neçə məqamlardan ibarətdir. Burada rəqiblərin qiymətləri, burada deməli mövcud belə deyək yerlərin sayı və s. nəzərə alınır ki, artıq süni intellekt vasitəsilə bu bir neçə faktoru eyni zamanda təhlil edərək misal üçün fərdə özəl qiymətlər vermək olur. Bu da avia şirkətlərin rəqabətliyini artırır. Digər bir deməli süni intellektin tətbiqini biz müştəri xidmətlərində görürük. Belə ki, artıq avia şirkətlər süni intellektlə deməli idarə olunan chatbotları istifadə verirlər ki, bu da müştərilərin müraciətlərini daha rahat belə deyək cavablandırılmasına imkan yaradır. Digər bir trend biz deməli fərdiləşmiş xidmətlər istiqamətində görürük. Misal üçün, siz özünüz də Netflix və Amazon yəqin ki, istifadə edibsiniz. Netflixdə əvvəlki, misal üçün, hansısa bir kinoya baxıbsınız, yenidən daxil olanda sizə ona uyğun, belə deyək, kontent və kinolar tövsiyə olunur. Və yaxud da Amazonda hansısa bir məhsul əldə edibsiniz, daxil olanda sizin marağınıza uyğun məhsullar təklif olunur. Və bu trend artıq avia şirkətlərdə də mövcuddur. Onlar da çalışırlar ki, siz misal üçün Londona bilet alıbsınız. İstiqamət olaraq eyni... Bəli, istiqamət olaraq ona uyğun təkliflər. Hətta bəzən misal üçün əlavə xidmətləri belə sizin istiqamətinizə uyğun tövsiyə edilər ki, Londonda filan oteldə qala bilərsiniz. Misal üçün keçid edib bunu da ala bilərsiniz. Təbii ki, bu trendləri biz izləyirik azal olaraq, yəni aviasiyada olan bütün yenilikləri biz də öyrənməyə çalışırıq və biz də süni intellekt sahəsində yəni planlarımız var ki, növbəti illərdən bu barədə məhsullar təqdim edək. Amma bu il və bundan qabaqki illər təbii ki, biz əsas fokuslanmışıq ki, əsas xidmətlərimizi daha müştəri yönümlü edək, müştərilərimizə daha əlçatan edək. Bəli. Və daha sonra təbii ki, bütün bu trendlərə uyğun belə deyək, yenilikləri tətbiq edəcəyik. Ümumiyyətlə, yekunda onu demək istəyirəm ki, Azalın ən başlıca məqsədi təbii ki, müştəriləri rahat və təhlükəsiz formada deməli ünvanına çatdırmaqdır. Amma eyni zamanda bizim üçün hal-hazırda müştəri təcrübəsi də çox önəmlidir və şəxsən öz adımdan onu bildirim ki, rəqəmsal müştəri təcrübəsi bizim üçün hal-hazırda prioritet məsələlərdəndir. Aydın Vasim müəllim, çox sağ olun, təşəkkür edirik gəldiyiniz üçün. Biz də bir daha 2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı münasibətilə təbrik edirik. Çox sağ olun, yeniliklərlə sizi yenə gözləyəcəyik. Hörmətli dinləyicilər, xatırladım ki, studiyamızın qonağı Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Rəqəmsal Kommersiya İdarəsinin rəis müavini Vasif Məmmədov idi. Biz milli aviadaşıyıcının rəqəmsal xidmətləri barədə danışdıq. Sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq. Toyota Azərbaycan və Asan Radio təqdim edir.